Selamlar, kanalıma ve videoma hoş geldiniz. Bugün için sizlere danışamıyorum. Bugünü vloglamak kararına geldim. Biraz istedim eğlenceli vlog olsun. Ona göre de çalıştığım kadar tabii kalacak. Yani editdə çox da necə deyim, bəzi gülməli hissələrini kəsməyəcəm. Məsələn, sözlərdə çox saçıram. Bəlkə də videonu 5 dəfə başlatmışam. Ona görə də çalışdığım qədər videonu az kəsəcəm və sizə təbii qalan hissəni göstərəcəm. Bu arada onu da diyeyim ki telefonun yaddaşı az olduğuna göre size yazdığım hissələri uzun çekip kısaldabilmeyeceğim. Sadece tez-tez özetler geçebilirim. Yani onda başlayaq. Ekranda gördükleriniz benim bugün edeceğim işlerdi. Bugün ben deməli yazmalıyam. Fizkanı, informatikanı, akşama dərslərim var, onlara qoşulmalıyam. Bir de riyaziyyat yazımı çatdırmalıyam. Sorsanız niye bu kadar, daha doğrusu sorsanız niye bu kadar çoxdur? Səbəbi mənəm. Çünki tənbəllik eləmişəm və yazıları bu günə saxlamışam. Neysə, özümüzü danladığımıza görə keçə bilərik məncə. İlk olaraq məncə riyaziyyatdan başlayaq. Onda gəlin sizi bir keç. Sonunda kitab dəftəri tapdım və artıq dərsə başlaya bilərəm. Riyaziyyatlı dərsimizdə, yəni yazacağım bölməli bərabərçiliklərdən 2 dənə bölmədir. Başlayayım. Bir anlıq anam içəri girdiyi üçün videonu dayandırmaq məcburiyyətində qaldım. Dərs oxumaq yerinə video çəkdiyim görsə nə edərdim bilmirəm. Neysə, indi onun tapşırdığı işlər ardınca gedirəm, düşünüb sizdə aparım. Küləyin tökdüyü şeylər yığmağa gəlmişim. Küləyin marifəti. Bu arada sizə gülməcləri göstərim. Eve geldim, indi yazıya başlayacağım. Yəqin ki birazdan yazıdan ne haraya geldiğimi sənə çatdırmışam deyərəm. Dostlar, yazıdan yazdım 50 dənəsini, cəmi cümlətən 12 dənə qalıb. Yəqin ki birazdan onu da qurtararam. Bu da yazdıklarımdır. Bayaqdan yazdıram. Hələ 12 dənə var. 12'sini de bitirim. Bundan sonra bitireceğim, geçeceğim informatikaya. Bitirdikten sonra geçeceğim informatikaya. Daha sonra da ondan ilk yazı var, onun qaydaları falan. Ardından fizikan. Görək necə olacaq. Saat bir dəqiqə saata baxaq. Ay, saat niyə göstərir? Saat 14:26'dır. Yəqin ki rahatlıqla saat 6'ya bitirə bilərəm. Çünki 6'ya bitirəməsəm dərsim var. Şimdi birinci bunu bitirim, sonra qalanlarına baxarıq. Bu arada bayaq post paylaşdım. Yəqin ki buna baxanda postda böyük ehtimal görəcəksiniz. Və yaxud da postu gördükdən sonra bu videoya baxmış olacaqsınız. Çünki posta yaxın vaxtda video paylaşacağımı qeyd etdim. Neysə, gözləyək, biraz yorunuram. Hələ görün nə qədər yazı var. Düşünmək bir insanı yorur. Neysə, davam edək. Görək bitirə bilərəm. Ve geri döndüm. Yazıları, informatikanı da riyaziyyatda bitirdim. Qalıb fizika. Informatikadan qaydanı da oxudum. Görək fizikanı yazıb qutarabilirim. Fizikanı hiç başlamayacağım deyəsən, yorğunam. Saatda bir dəqiqə 16-11'dir. Mən saat 6'da bitirəcəyəm amma fizikada var idi. Şimdi fizikada yəqin ki başlayacağım. Gördüğünüz gibi mühit və otaq dəyişib. Çünki o bir otaqda səs-küy var idi. Buradaki o dıgıltı səsini də eşitsəniz, o ocaqdan gəlir səs. Mühit də burada bayağı qaranlıqdır çünki işıq keçib. Ola bilsin ki axşama yaxın video paylaşa bilmirəm və yaxud da çəkə bilmirəm çünki işıq yoxdur. Telefonun bataryası da azdır. İndi hələ ki bilmirəm. Bəlkə də istərsə də qoşula bilmədim. Vloga davam edirəm. Ayrıntıları sizlə bölüşməyə davam edəcəm. Size günden selamlar. Bugün de dün dediğim gibi ışık olmadı. Ona göre batarya olmadı. Video çekebilmedim. Yarım çık kaldı. Ona göre şimdi açtım. Bataryayı yeni dolduğu için şimdi çekirəm. Özüm de hazırlıktan geldim. Saat 4. Hazırlık falan gedişi çekebilmedim. Şimdi ne edək? Beləcə də bunu edilmiş vloga. Neyse, sonraki ayrıntılarda görüşene dek. Hələlik sağ olun.
Akşam işıq keçmişdi, ona görə də qonşuya getdik və dərsə oradan qoşuldum. Gün boyu çox məşğul olduğuma görə riyaziyyat yazısını axşama saxladım və burada da saatı göstərirəm, saat 0:21-dir. Gördüyünüz kimi burada da mahnıya qulaq asırdım, elə saatı da telefon ekranından göstərdim. Burada yazıb bitdi, saat dəqiq göstərirəm. Saat bir dəqiqə. Bitti axır ki. Yoruldum. Neyse. Burada isə sağollaşıram və evdəkiləri qaldırmam üçün sakit oluram. Videonu sona qədər baxdığınız üçün təşəkkürlər. Belə videoların davamı üçün abunə olub bəyənməyi unutmayın.